Artıq çəki oynaqları necə sıradan çıxarır? Artıq çəki təkcə görünüşə təsir eləmir, oynaqlara da ciddi yük salır. Birincisi, diz və digər oynaqlara düşən yük artır. İkincisi, qığırdaq daha tez yıprana bilir. Üçüncüsü, bədəndə iltihab artır. Dördüncüsü, ağrı çoxaldıqca insan az hərəkət eləyir. Bu da vəziyyəti daha da pisləşdirir. Beşincisi isə oynaq ağrısı və hərəkət çətinliyi artır. Yəni məsələ təkcə yaş deyil. Artıq çəki də oynaqları yavaş-yavaş zəiflədir. Ona görə də çəkini nəzarətdə saxlamaq və hərəkəti artırmaq çox vacibdir. Əgər bel boyun, sinir və oynaq ağrıları sizdə tez-tez təkrarlanırsa, əlavə dəstək kimi sizə Flexiforce'un gelini və tabletini məsləhət görə bilərəm. Flexiforce dərman deyil, bitki tərkibli qida əlavəsidir. Tərkibində kamfra, istiotlu nanə, lavanda, evkalipt yağı, həmçinin qığırdaq dəstəyi üçün glikozamin sülfat, xondroitin sulfat və hidroliz olunmuş kollagen var. Bu tərkib çəkilən nahiyədə qan dövranı yaxşılaşmağa başlayır. Qığırdaq toxumasının bərpası üçün dəstək rolunu oynayır. Regenerasiyanı sürətləndirməyə yardım eləyir. Yaşla bağlı qığırdaq yeyilməsinin qarşısını alır. Eyni zamanda ağrı və iltihab əlamətlərinin azalmasına, hərəkətin rahatlaşmasına dəstək olur. Geli ağrıyan nahiyyə gün ərzində 2-3 dəfə yüngül masajla çəkirsiniz. Tableti isə 18 yaşından yuxarılar gündə bir dəfə qəbul eləyə bilərlər. İtaliya istehsalıdır, keyfiyyətindən əmin ola bilərsiniz. Əksər apteklərdən də əldə eləmək mümkündür. İzlədiyiniz üçün təşəkkürlər. Videomuzu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın.